Salam dostlar hamıya. Dünya çempionatı axırki gəldi çatdı nəhayət. Adam belə səbirsizliklə nəsə maraqlı bir şey gözləyirdi. Söz dünya çempionatı başladı başlamayına bir ihtimal qısa belə bir tez danışacağam. Biz həm vaxt olmur, həm işdən gücdən, həm yorğunçuluq. Neçə bir ildən çoxdur video çəkmirəm. Prosta elə belə biraz maraqlı söhbətlər var deyənə. Dünya çempionatı başlamaq sözün açıq adam Amerikada olmağı istəmir, öz adıma danışım. Maraqsızdır biraz nəyə görə. Futboldan kənar söhbətlər var, nəsə ona görə adam çox oralara girməyəm. Prosta bir iki şey var adamı ləzzətləmirsən. Bu tez-tez su fasiləsi edirlər. Deyirsən hələ bir gündür başlayıb. Niyə narazısan? Prosta su fasilələri var. Hələ oyun elə bil 4 hissəyə bölüblər öz ağıllarında. 20 neçənci dəqiqədə su fasiləsi, 45 dəqiqə sonra futbolun fasilə verilir, sonra təzədən yenə su fasiləsi. Yəni bu Amerikanın necə deyirlər, futbola barmaq eləməyi ilə əlaqəlidir biraz da. İstəyirlər qaydalara barmaq eləsinlər. Onlar NFL kimi eləmək istəyirlər, beyzbol kimi, NFL kimi. Tempo olmasın, elə fasilələr olsun. Bunun da əsas səbəbi qaynağın pul məsələsidir. Reklam məsələsidir ki, o araya reklamlar salay. Mən tərtibində fikir verirəm, reklam verirlər məsələn həmin arada. İndi bir dənə həmin neçə ölkədə bu reklamlar gedir. Orada onların məqsədi çox pul qazanmaqdır. O da ki, futbolun tempini öldürür, marağı öldürür. Onsuz da oyunlar maraqsızdır. Dünənki oyunlara baxdıq. Meksika ilə Cənubi Afrikanın oyununa baxdıq, heç bir şey. Cənubi Afrika heç bir şey oynamırdı, tempo aşağı. Plus da su fasiləsi gələndə adam istərsən soyuyur. Elə bir basketbol deyil ki bu. Beyzbol da deyil, NFL Amerikanın dediyi kimi soccer da deyil. Bu futboldur qardaş. Bunun tempi var, bunun dinamikası var. Bu oyun davam etməlidir. Arada bir fasilələr onsuz da olur. 45 dəqiqə keçir, fasilə olur. Bir də ki, bu şəhərlərə baxıram. Şəhərlərdə Amerikada hansı şəhərlərdə keçirilir? Houston'dur, Dallas'dır, Miami'dir, Los Angeles'dır, New York'dur. Bunlarda ortalama istilik temperatur dərəcəsi 33-34 dərəcədən 37-38 temperatura qədərdir. Yəni 40-dan yuxarı keçən temperatur yoxdur. Yəni bu onsuz da bu temperaturlar belə baxanda bəzi Avropa ölkələrində də olur. Onlarda heç su fasiləsi olmur. Yəni niyə indi burada bunu eləyirsiniz? Yəni onun əsas məsələsi, onun qaynağı puldur. Əsas fikir ki, odur ki, reklam verib daha çox pul qazanır. Nəysə bu söhbət uzanacaq. Mən bu videoda qısa bir öz fikrimi bildirmək istəyirəm. Dünya çempionatı haqqında ki, kim məncə çempion ola bilər, kim final qala bilər. Qısa hər videoda sabahda olacaq video. 4 elə bir qruplar dəyərləndirəcəm qısa. Mənim fikrimcə elə bil ağacını bilmirəm, o turnuva ağacı dildən tüklər. Bilmirəm kim kimlə üz-üzə gələcək, ona dəqiq bilmirəm. Məncə İspaniyadır, birinci favorit, nömrə 1 favorit. İspaniyadır, Fransadır, Argentina. Bunları sıralama qoysaq ən axırda Argentina. Nəyə görə? Çünki Argentina biraz eroziyaya uğradı heyəti. Di Maria artıq yoxdur, Dybalanı çağırmadılar. Bir iki dənə bu səviyyəli oyuncular olmadığına görə bir iki dənə Martinez'dir, bir nömrə Messi'dir heç, Martinez'dir, Julian Alvarez'dir, Rodrigo De Faldo da gəlir, Miami'də oynayır, onun idman tempi, oyun tempi istərsən Avropadan aşağıdır. Bu 4-5 oyuncunun çıxma şərtilə biraz elə bir istedad cəhətdən biraz qıtdır Argentina. Yəni deyirəm Messi'nin çıxma şərtilə ümumi baxanda, amma yenə də favoritdir son dünya çempionu olmasına görə. Digər favoritlərsə mənim üçün formamdan da müəyyən olduğu kimi Braziliyadır. Məsələn, Braziliya olsun. Braziliya və bu 4 komanda üz-üzə gəlməsə, çox güman ki, bu 4 komandanın mənə elə gəlir. İkisi ya 3-ü yarım finalda olacaq. Yəni yenə deyirəm, 4-də 1-də bunlar üz-üzə gəlməsə, mənim üçün bu komandalar yarım final olacaq məncə. Bu 4-dən ən az 3-ü mənə görə. Bura girə bilən komandalar kim ola bilər? Portuqaliya və İngiltərə bura girə bilər. Portuqaliya heyəti çox yaxşıdır, amma Ronaldo ilə o komanda necə uyğunlaşacaq, Ronaldo nə vaxt çıxacaq, nə vaxt girəcək, bu qələt məsələdir. Portuqaliyanın həmişə heyəti, həmişə çox vaxt heyəti yaxşı olub, həmişə də yaxşı oyunçuları olub, şəxsi istedad baxımından, amma heç komanda oynaya bilmirlər. Keçmiş heyətlərə baxanda çox istedadlı oyunçuları olub, amma heç o potensialı necə deyirlər, üzə çıxarda bilməyib Portuqaliya. İngiltərədə 100 ildir futbol evinə qayıdıb, bir tane yol gəlib tapa bilmirdilər. Bu dəfəki heyətlər yaxşıdır, amma bəlkə də qala bilərlər yarımlar, bəlkə amma. Yenə deyirəm, bu İspaniyadır, Fransadır, Argentinadır, Braziliya. Bu 4-ünün arasına Portuqaliya məncə girə bilər, İngiltərə, Almaniya, Hollandiya, onlar mənim heç futboldur, hər şey ola bilər. Almaniyadır.
Amma mən bu inanmıram nəsə eləsinlər. Hollandiyadan elə. Hollandiya çox həmişə gəlir finala çıxır, 3 dəfə finala çıxıb qalib ola bilməyib, amma nəsə mən inanmıram. Sürpriz komandalar mənim üçün 1 nömrə 2 1 nömrəli sürpriz komandalar 2 dənə sürpriz mən gözləyirəm. Kolumbiya və Yaponiya. Bunlardan sonra Türkiyə. Türkiyənin həqiqətən bu iki heyəti çox yaxşıdır. Çox mənim həqiqətən istedadlı oyuncular çox. Mən istedadda daha çox üstünlük verirəm futbolda. Futbolun nəsə baxırıq. Estetikasına baxırıq, gözəl qol üçün baxırıq. Düzdür, sistem əlbəttə lazımdır, amma istedad axır vaxtlar çox azalıb deyəndə dünya futbolunda, amma bu ilki Türkiyə heyəti mənim üçün çox maraqlıdır həqiqətən. Kenan Yıldız olsun, Arda Güler olsun, Orkun Kökçü olsun, bu həqiqətən bunlar çox yaxşı futbolçulardır. Ona görə maraqla gözləyirəm. Deyirəm, Kolumbiya ilə Yaponiya diqqət edin. Məncə bunlar sürprizdir. Diqqətli komandalarsa daha çox nəzərə çarpacaq komanda məncə Norveçdən İsveçrə olacaq. Norveçlə İsveçrə. Cote d'Ivoire'dır. Sonra necə dedilər, bəzi komandalar var, Əlcəzairdir. Bunlar sürpriz eləyə bilərlər, amma Kolumbiya və Yaponiya qədər yox, Türkiyə qədər yox. Belə, indi keçək qruplara. A qrupunda məncə Meksika normaldır. Həm ev sahibi, həm də A qrupuna baxanda ən güclü komandadır. Məncə birinci yerdə o çıxacaq. Cənubi Koreya buradan çıxacaq. Cənubi Koreya oyununa baxdım, yaxşı oynadılar. Çexiyanın oyunu çox zəif gəldi mənə. Çexiya buradan ən yaxşı 3-cü olaraq çıxa bilər. Amma ehtimal var, amma o da çox yoxdur. Burada outsider zəif Cənubi Afrikadır. B qrupunda İsveçrədir. İsveçrə məncə birinci çıxacaq qrupdan. Kanadadır, ev sahibidir. Ola bilsin hər ev sahibinə bunu yaddan çıxarmayın. Keçmiş oyunlara da, keçmiş mundiallara da baxın. Hər ev sahibi, hər dünya çempionatının ev sahibi və qitə sahibi istər-istəməz hakimlər tərəfindən dəstəklənir. Bunu yadınızdan çıxarmayın. Var olur, nə olur olsun. Bunu həmişə dəstəkləyirlər. Meksika 2 dəfə dünya çempionatı keçirdi. İkisindən 4-də 1-ə qədər gəlib. Burada indi komanda, o da baxır komandanın yaxşı olmasına. Yəni Qətəri nə qədər qabaq versən ver, Qətərdə bir istedadlı komanda yoxdur. Yəni ev sahibi oldular, onlar deyəcək heç nə eləmədi, Afrika heç nə eləmədi. O yox. Yaxşı komandaları və yaxşı ev sahibi, güclü ev sahibi komandaları və bir də qitə sahibi komandaları, yaxşı komandaları həmişə qabağa verirlər. İstərsəməz hakimlər dəstəkləyirlər. Ona görə Kanadanı burada dəstəkləyir. Kanadanın da bir səhiyyəti yoxdur. Jonathan David, Kyle Larin, Alfonso Davies, Willian Aldoni bu çanacadı var, amma o qədər də yəni qrupdan çıxacaqlar məncə. Bosniya da var burada. Bosniya ilə Kanada ikincilik üçün mübarizə aparacaq. İsveçrə çıxacaq. Buradan da bəlkə bir üçüncü ən yaxşı komanda çıxsın. C qrupunda məncə Braziliya 1 nömrə favoridir. Braziliya birinci çıxacaq. Şotlandiya ilə Marakeş isə ikincilik yarışında məncə bərabər səviyyədədirlər. Burada da ən yaxşı üçüncü komanda buradan çıxacaq. Buradan məncə çox böyük ehtimalla 90% ən yaxşı üçüncü komanda buradan çıxacaq. Haiti'də ki çox zəifdir burada. D qrupunda Türkiyə, Amerika və Paragvay, bir də Avstraliya. Burada Paragvay ilə Avstraliya Paragvay çox qatı futbol oynayan komandadır. Müdafiə meyilli. Yəni qatı deyəndə qol buraxmırlar çox. Burada Amerika çox güman ki birinci yer ola bilər. Türkiyə də birinci ola bilər. Məncə birincilik Türkiyə ilə Amerika arasında olacaq. Türkiyə buradan çıxacaq məncə %90-99%. Paragvay 3-cü olar, Avstraliya da 4-cü məncə. Belə dostlar, məncə hələlik bu günlük bu qədər. Hələ ki oyunlar maraqsız keçir. Görə indi bu axşamki oyunlarda birazdan oyunlar başlayacaq. Kanada başlayacaq. Sonra səhərə yaxın Amerika başlayacaq. Görə nə olacaq? Braziliyanı dəstəkləyirəm. İstəyən Braziliya olsun. Ondan sonra ikinci komandam Türkiyədir. Belə bu qədər. Görüşək.